Biz səninlə investoruq, duyğularla deyil, hesablamalarla hərəkət etməliyik. Hər zaman ən pisi hazırlaşmalı və ən yaxşı ssenariyə ümid etməliyik. Gəlin vəziyyəti təhlil edək. Kimlər qazanacaq? Neft, qaz hasilatı və ya nəqli ilə məşğul olan enerji şirkətləri, gübrə istehsalı zəncirinə sahib olan şirkətlər, onlar bu böhrandan gələn əlavə mənfəət qaymağını yığacaqlar. Nüvə energetikası şirkətləri, xüsusilə Fransa kimi ölkələrdə nüvə enerjisinin yenidən dirçəlişi mümkündür. Proqram təminatı şirkətləri, onlar prosesləri optimallaşdırdığı üçün kəskin zərbə almayacaqlar. Əgər sən geniş bazar indekslərindəsənsə, məsələn S&P 500, Dow Jones və ya SCHT portfelində onsuz da bu cür şirkətlər var deyə müəyyən mənada sığortalanmısan. Bəs kimlər risk altındadır? Öz enerji hasilatı olmayan Avropa sənaye şirkətləri, enerji tədarükünün 60% Hörmüzdən idxal olunan Asiya istehlakçıları. Biz necə hazırlaşaq? Biz artıq uzun müddətdir ki, tənəzzül risklərini müzakirə edirik. Portfelimizdə sərbəst pul axını, yəni free cash flow yol gücü olan yüksək rəqabətə davamlı şirkətlər olmalıdır. Bu şirkətlər hətta böhran zamanı belə əldə etdikləri effektiv kapital sayəsində geri satın almalar, yəni buybaclar vasitəsilə öz səhmlərini bazardan toplamağa davam edəcəklər. Əgər portfelin lokal və enerji asılılığı olan şirkətlərdən ibarətdirsə, dərhal diversifikasiya barədə düşünməlisən.